Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Hər birinizi salamlayıram. Bizim fonetikaya aid olan mövzularımızın izahı davam edir. İndi biz sizlərə samit səslərin bölgüsü haqqında danışacağıq. Ümumilikdə dilimizdə dedik ki, 32 hərf, 34 səs var ki, onlardan 23-ü samit hərfdir. 23-ü samit hərf, 25-i samit səsdir. Demək ki, dilimizdə səsin sayı hərfin sayından çoxdur. Və bu çoxluq nəyə görə yaranır? K səsinin, yəni Q cingiltili samitinin kar qarşılığı olan K səsinin əlifbamızda xüsusi işarəsi yoxdur. Bir də Y cingiltili samitinin kar qarşılığı olan İ səsinin əlifbamızda xüsusi işarəsi yoxdur. Bu iki səsə görə deyirik ki, səsin sayı hərfin sayından çoxdur. Demək, samitlər hava axınında maneəyə rast gəlməyinə görə saitlərdən fərqlənirlər. Samitlərin də özünə məxsus bir neçə xüsusiyyəti var. Onları qeyd edək. Demək, samitlər ağız boşluğunda maneəyə rast gələrək tələffüz olunurlar. Ona görə də biz samitlərə necə səslər deyirik? Maneəli səslər deyirik. Samitlər maneəli səslərdir. Saitlərin əmələ gəlməsində demişdik ki, küydən istifadə olunmurdu. Amma samitlərin əmələ gəlməyində küy iştirak edir. Küy iştirak edir. Saitləri demişdik ki, hecanı əmələ gətirir. Çünki heca olmaq üçün mütləq sait olmalıdır. Hər bir hecanın tərkibində bir sait olmalıdır. Amma samitlər hecanı əmələ gətirmir. Samitlər hecanı formalaşdırır. Samitlər hecanı formalaşdırır. Daha sonra biz saitlərə demişdik ki, saitlər vurğu qəbul edir. Amma samitlər vurğu qəbul etmir. Samitlər vurğu qəbul etmir. Saitlərə demişdik ki, saitlər uzun tələffüz olunur. Amma samitlər uzun tələffüz olunmur. Bax, bu yazdığımız xüsusiyyətlər ümumi olaraq samitlərə aid olan xüsusiyyətlər. Samit səslərin yaranmasında səs tellərinin iştirakı fərqlidir. Və səs tellərinin iştirakına görə samitlər iki yerə bölünür. Hansılardır? Cingiltili samitlər və kar samitlər. Yəni ki, cingiltili samitlərin yaranmasında səs iştirak eləyir. Səs iştirak eləyir. Burada yəni küydən yanaşı avaz da olur. Küydən yanaşı avaz da olur. Amma kar samitlərin yaranmasında səs telləri passivləşir. Və kar samitlər avazdan yox, təkcə küydən ibarət olurlar. Demək, cingiltili və kar samitlərin əksəriyyəti bir-birindən qarşılıq təşkil eləyir. Cəmsi dilimizdə cingiltili samitlərin sayı 14, kar samitlərin sayı isə 11-dir. İndi deyirik ki, qarşılıq təşkil eləyir. Onları qeyd eləyək. Həm kar, həm də cingiltili samitləri. Demək, hansılardır? B, P, D, T, G, K, J, Ş, Z, S, C, Ç, V, F, Y, İ. Daha sonra G, K, G, X,
el, em, en, er. Bunlar cingiltili samitlərdir. Kar qarşılığı yoxdur. H kar samitdir, cingiltili qarşılığı yoxdur. Və beləliklə demək dilimizdə 25 samit səsimiz olur. Testlərdə bəzən bir cümlə bizi çaşdıra bilər. Dilimizdə qarşılığı olmayan samitlərin cəmi sayı 5 dənədir. Yəni cəmi sayını deyəndə 5 deyirik. Kar qarşılığı olmayan cingiltili samitlərin sayı 4-dür. Cingiltili qarşılığı olmayan kar samitin sayı isə 1-dir. Və qarşılığı olmayan el, em, en, er samitlərinə biz bunlara sonor samitlər də deyirik. Sonor samitlər. Em, en samitləri tələffüz olunarkən hava axını əsasən burun boşluğundan çıxır. Burun boşluğundan çıxdığına görə bunlara burun samitləri də deyilir. H samitinə isə boğaz samiti deyilir.